Bəlisində vurguladığınız kimi ASTV xəbər komandası olaraq Səudiyyə Ərəbistan Krallığının paytaxtı Ər-Riyaddan son məlumatları izləyicilərimizə çatdırmağa çalışırıq. Dünyanın texnoloji vitrini hesab olunan World Defense Show 2026-da Azərbaycan da uğurla iştirak edir və xüsusilə Müdafiə Sənayesi Naziri Vüqar Mustafayev və onun başçılıq etdiyi nümayəndə heyəti sərginin keçirildiyi ərazidədirlər və hazırda biz Azərbaycan stendinin önündəyik və təbii ki, mənim arxa tərəfimdə Azərbaycan istehsal olunan yerli silahlar, pilotsuz uçuş aparatları, eyni zamanda müxtəlif növ müdafiə sənayesi məmulatları sərgi iştirakçılarının diqqətinə çatdırılır. Hazırda biz sizə iri çaplı avtomat silahları təqdim edirik. Hər biri yerli istehsaldır və bu yerli istehsal olan silahlarımıza dünyanın müxtəlif ölkələrinin xüsusi olaraq tələbatı var və bu sərgidə bu cür silahların nümayiş olunması da təbii ki, əlavə təkliflərin olacağı ehtimalını daha da artırır. İndi isə biz izləyicilərimizə taktiki kəşfiyyat xarakteri olan su qovuşan adı ilə tanınan kamikadze dronu göstəririk. Bu dron suda hərəkət edir və uzaqdan idarə etməklə istənilən nöqtədə hədəfi təyin edib onu məhv etmə gücünə malikdir. Təbii ki, su qovuşan dronu varsa mütləq şəkildə iti qovan dronu da göstərə bilərik. Çünki iti qovan dronda məsələ pavilyonun əsas giriş hissəsində sərgi iştirakçılarına təqdim olunur. Digər tərəfdə isə biz Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan müxtəlif təyinatlı həm kamikadze dronlarını, eyni zamanda kəşfiyyat xarakterli dronları da izləyicilərimizə göstərə bilərik. Təbii ki, burada əl qumbaraları da var. Eyni zamanda müxtəlif çaplı patronların da istehsalı təbii ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilir və burada sərgidə izləyicilərə təqdim olunur. Digər tərəfdə isə daha iri çaplı silahlar var və bu silahların bu sərgidə olması Azərbaycanın müdafiə sənayesi gücünün ən parlaq və ən bariz göstəricilərindən biri kimi dəyərləndirilir. Təbii ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi hər il keçirilən müxtəlif müdafiə sərgilərində iştirak edir və bu iştirak Azərbaycanın hər dəfə yeni silahlarının həm də nümayişi deməkdir. İndi mən izləyicilərimizə müxtəlif silahlarımızla bərabər ilk dəfə sərgidə nümayiş olunan digər bir Turan 3 snayper tüfəngini də təqdim etmək istəyirəm. Gördüyünüz bu Tufan 3 snayper tüfəngi müxtəlif özünə məxsus mexanizmlərə malikdir və bu həm snayper, həm də avtomat kimi istifadə oluna bilən bir silahdır. Eyni zamanda hər iki tərəfindən burada onun mexanizmləri aktiv fazaya gələ bilir ki, bu da hərbiçinin həm sol, həm də sağ qolunun hərəkəti anlamında daha özünü qabarıq şəkildə göstərə bilir. Təbii ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin sərgidə nümayiş etdirdiyi silahların sayı olduqca çoxdur və bu silahlara maraq da sözün bütün mənalarında kifayət qədərdir. Təbii ki, bura gələn insanlar, bu sərgidə olan iştirakçılar əsasən Azərbaycanın yerli istehsal olan silahları təbii ki, görməyə çalışırlar. Çünki Azərbaycan istehsalı olan silahların hər birinin həm dözümlülüyü, həm də keyfiyyəti olduqca vacib nüanslardan biridir. Biz indi burada digər yerli istehsal olan mərmiləri də, eyni zamanda qoruyucu jiletləri də izləyicilərimizə göstərməyə çalışırıq. Təbii ki, sərginin ilk günüdür və sərginin ilk günü olmasına baxmayaraq Azərbaycan Müdafiə Sənayesinin Nazirliyinin sərgilədiyi silahlara maraqlar olduqca çoxdur. ASTV xəbər komandası olaraq Ər-Riyaddan World Defense Show 2026-dan ən son məlumatları izləyicilərimizə çatdırmağa çalışırıq. Təbii ki, növbəti xəbər buraxılışlarımızda biz daha dolğun, daha informasiyalı məlumatları da izləyicilərimiz üçün çatdırmağa çalışacağıq.